Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Respublika üzrə pensiyaların noyabrın 21-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Xəbər verilir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək. Miss Azərbaycan 2019-un qalibi Səmra Hüseynova verilişdə açıqlaması ilə gündəmə gəlib. Məlumata görə, model Səmra Hüseynova ilə müğənni Ofeliya Şabanova arasında öz aramızda verilişində canlı yayım zamanı fikir ayrılığı yaşanıb. Söhbət zamanı 33 yaşlı model 25 yaşlı oğlanla ailə qurmaq istədiyini dilə gətirib. Bu açıqlama tamaşaçılar tərəfindən etirazla qarşılanıb. Onlardan biri canlı efirə telefonla qoşularaq Səmra Hüseynovanı ittiham edib. 33 yaşın var, cəmaatın 25 yaşlı oğlunu niyə bədbəxt edirsən? Səmra Hüseynova bildirib ki, qadın heç vaxt qadın düşməni olmamalıdır və ailə yalnız ərə qul olmaq üçün qurulmur. Hər gün yemək bişirib qabağına çay gətirməli deyiləm. Bunu kişi özü də edə bilər. Kişilərin 90%-i baxımsızdırlar və qarınlıdırlar. Həyat yoldaşı çay gətirməyə xahiş edə bilər. Qadın da özünü yaxşı hiss edirsə və əsəbi deyilsə gətirər. Qadını alçaldıb corab yumalı, çay gətirməli demək olmaz. Onu bu səviyyəyə endirmək düzgün deyil. Modelin bu açıqlaması sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib və tamaşaçılar fərqli fikirlərini bölüşüblər.